Hamınızı salamlayıram, əziz dostlar və izləyicilər. 22 Mart 2025-ci il Kargıcaqdayam və arxamda gözəl bir butik yaşayış kompleksi inşa olunub, bitmək üzrədir. Bu binanı sizə təqdim edəcəm. Baxın, belə gözəl, qəşəng, balaca butik kompleksdir, yerləşir. Tam Kargıcağın başlanğıc hissəsidir. Bu binalar Mahmudlardadır, hətta belə deyim. Baxın, önümüzdəki bu binalar Mahmudlardadır. Önündə orada kuruq var, kavşaq var türk dilində, dairə və o çevrədən gəlirik biraz qabağa 50 metrə. Artıq bu ərazi Kargıcağın ərazisi sayılır. Buradan dənizə 100-150 metrdir. Bina isə çox gözəldir. Bu inşaatın sahibi mənim yaxın dostlarımdır. Onların bir binasını da, çox böyük binalarını göstermiştim. 2 korpuslu bir önceki videolarımda ve bu binanı inşa ediblər Kargıcaqda. Obada çox böyük binaları var. Onu da videosunu təqdim eləmişdim bu yaxınlarda. Bu isə 3-cü binalarıdır və əlbəttə ki bir də gözəl bir villa inşa edirlər. Hansı ki bizim artıq dostumuz o villanı alıb mükəmməl bir villa olacaq. Hazır olsun, onu da gösterərəm sizə. Böyle binanı yandan da göstereyim. Çok güzel. Ağ ve göy renklərdə inşa olunur. Və arada belə sarı, qızılı renklər istifadə olunur. Bura ərazisidir, aşağıda. İndi ora enəcəm. Bu binada satışda 1+1 mənzillər var. 2+1 mənzil var. Bir dənə səhv eləmirəmsə. Və mən sizə isə ən böyük və ən gözəl mənzil 3+1 mənzili göstereceğim inşallah. Burada girişdir. Baxın, artıq binanın iskanı filan hər şey alınıb. Bu sertifikatdır. Bura giriş hissədir. Görevlinin yaşadığı yer. Burada bir dənə liftimiz. Və indi aşağı enirik, infrastruktura ilə tanış olduqdan sonra yuxarıya mənzilə qalxacağıq. 4 otaq böyük mənzil gösterəcəm sizə. Çox qəşəng bir mənzil. Hal-hazırda qiymətlərdə endirim var. Baxın, bura fitness olacaq, fitness otaq. Bura qapalı uşaq oyun yeri. Burada sauna. Lift burada kadar enir. Bəli, işıqları açdım, yandırdım. Burada bizdə saunadır. Sonra masaj otaqları, WC-lər hamısı hazırlanır. Ümumi göstərirəm. Bura isə hamam olacaq, türk hamamı. Çok qəşəng bir türk hamamı burada demək olar ki hazırdır. Üzərinin mərməri filan daşları çəkiləcək və bitmiş olacaq. Burada da duş kabinlər. Bax belə. Butik kompleksdir, amma içərisində saunası var, hamamı var. Yəni uşaq əylənmə yeri var, fitness var. İndi çölə çıxacağım, çöldə də göstərəcəm nə var, nə yox. Və qapalı infrastrukturanın olduğu ərazidən qapı var, hansı ki bizi birbaşa havuz kənarına çıxardır, hovuzun kənarına. Bu da belə hovuzumuzdur. Orada qəşəng uşaqlar üçün balaca hovuz var və arxa tərəfdə uşaqlar üçün açıq oyun yeri var. Burada isə manqal zonası və kamelya. Bir də solda generator qoşulub, göy rəngdə. Bax belə, yəni infrastruktur olarak her şey var. Bir de buradan gösterim size. Bina belə görsənir. Çok qəşəng, səliqəli. Duş buradadır. Baxın. Buradan bu binaları inşa edən dostlarımızı bir de salamlayırıq. Minnətdarıq ki, belə gözəl binalar tikirlər Alanya'da. İndi qalxırıq yuxarıya. Belə, biz artıq mənzilin olduğu mərtəbəyə, sonuncu mərtəbəyə qalxdıq və buradan içəri daxil oluruq. Böyük bir mənzilə baxacağıq. 3+1, 4 otaqlı mənzil.
Qapını bağladıq. Deməli, solda bir sanuzol var. Elə buradan başlayaq. Bu ümumi böyük sanuzoldur. Çox böyükdür. Burada paltar yuymaq üçün, paltar qurulamaq üçün maşınlar, yəni yerlər var. Və solda birinci otağa daxil oluram. Və önümüzə belə gözəl bir geniş otaq çıxır. Bəli, mənzil bu vəziyyətdə satılır, boşdur, gözəl dağ mənzərəsi var buradan. Bu bir balkondur, bura çıxaq. Açılmadı. Aça bilmədim, bu tərəfdən denəyək. Buradan çıxaq. Bura balaca balkondur və buradan da dəniz mənzərəsi var. Dənizə dediyim kimi uzağı 150 metr, 100-120 metr məsafədir. Bu isə böyük balkondur. O tərəfdən indi göstərəcəm sizə. Keçirik növbəti otağa. Mənzil 180 kvadrat metrdir hardasa. Bəlkə biraz artıq, biraz az. Türkiyədə mənzillər kvadrat metrə ilə satılmır. Ona görə dəqiq bilməyə bilərik. Bu da mətbəxdir. Arxada isə soyuducu üçün yer. Bax, belə bəmbəyaz otaq. Bu da bayaq çıxa bilmədiyim balkon. Baxın, necə böyük bir balkondur. Gözəl dağ mənzərəsi var. Bu tərəfdən isə Kargıcağa baxır. Kargıcağın villaları görsənir. Növbəti balkon isə buradan çıxırıq. Bu böyük balkondur. Buranı gələcəkdə üzərini bağlayıb böyük bir qış bağçası eləmək olar. Burada da belə yerlər var. Əşya filan qoymağa. Balkonu təmizləmək üçün krandır. Qarşı tərəfdə də eyni yer var. Və mənzərəyə baxın. Kargıcaq, orada qarşıda otellər başlayır artıq və dağlıq ərazi villalar. Buradan mənzərə qonşu binanın hovuzunadır. Burası banan bağçalarıdır. Belə balkondan çıxıram 3-cü otağa. Ən balaca olan otaq bu 3 otaq arasında budur. Hər 3 otaqdan balkona çıxış var. Və indi isə bu mənzil dupleks olduğu üçün 2 mərtəbə enirik aşağı. Aşağıda isə böyük bir salon bizi gözləyir. İndi o salona baxacağıq. Nərdivanlarla enirik aşağıya. Və bu da gözəl bir otaqdır. Burada da yenə qardirob filan düzəltmək olar. Baxın, necə geniş bir otaq var aşağıda. Deməli, 3 otaq yuxarıdadır, 1 otaq aşağıdadır. 4 otaqlı, Türkiyədə 3+1 deyirik belə mənzillər. Bu da öz şəxsi sanuzlu. Böyük sanuzul, duş kabin filan, hər şey yerli yerində. Və bunu da qeyd edirəm ki, burada bu ərazidə jacuzzi quraşdırılacaq. Yəni, burada sırf jacuzzi olacaq. Bu otağın sakini, burada yaşayan adam, yəni öz jacuzzisində istirahət edə bilər. Yenə də dəniz mənzərəsi, yuxarıda olan mənzərə burada təkrarlanır. Balaca fransız balkon var. Göstərim sizə. O belə. Belə əziz dostlar, dostlarımızın inşa etdiyi gözəl butik bina demək olar ki, hazırdır. Son işlər gedir. Mahmudlar və Kargıcağın kəsişməsi, Kargıcağın başlanğıcı dənizə 150 metrə, infrastruktura sadəcə qapalı havuz yoxdur və buxar otağı yoxdur. Saunası var, hamamı var, uşaq meydançası filan. Bu mənzilin qiyməti price listdən aşağıdır. Qiymət cədvəlindən çox aşağıdır. Hal-hazırki qiyməti 400.000 avrodur.
Price-da isə qiymət cədvəlində 490.000 avrodur. Hal-hazırda 90.000 avro aşağı verirlər bu mənzilin qiymətini. Bizim üçün deməli mənzil 400.000 avrodur. Bununla da videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, var olun.